Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə seyyidina Muhammedin və alə alihi və səhvə ecmain əmə bəd. Müşrikləri təkfir etmənin hökmü. Şeyx Süleyman İbn Abdullah İbn Muhammed İbn Abdülvahhab rahimallah belə deyir: Tövhid əqidəsinə zid hərəkət edənlər növ-növdür. Bunlar içində müxalifətcə ən həddə aşanı, eyni ilə bugün bir çox kimsənin etdiyi kimi bütün mövzularda İslam'a zid hərəkət edən, şirki qəbul edib, bunu özünə din edərək tövhidi inkar edən, batili qəbul edən kimsələrdir. Bunun səbəbi kitab və sünnədə bildirilən həqiqətləri və tövhidin əsaslarını bilməmələri, şirki, həvva, həvəsə tabi olmağı buraxmamaları, atalarının və bənzərlərinin rəsullara düşmənçilik göstərdiklərini bilmələrinə baxmayaraq, onların etdiklərini, batil davranışları etməyə davam etdirmələridir. Onların yolunda getmələridir ki, bunun təməli cəhaləti və cəhalətdə yatmaqdadır. Əvvəlkilər tövhid əhlini yalanlayıb, böhtanlar, iftiralar atarkən gətirdikləri səbəb bu olmuşdur. Biz atalarımızla belə edərkən gördüyümüz üçün bunları işləyirik. Məhz bu zehniyyət sahibi olan insanlar və onlardan sonra gələnlər La ilahə illallah kəlməsi ilə ziddiyyət ifadə etdiyi mənanı əksinə hərəkət edirdilər və etdilər. Bunu əhatə etdiyi din mənanı başa düşmədilər, anlamaq da istəmədilər. Halbuki Uca Allah bu əhatənin xaricində bir din istəməməkdə və İslam dinindən başqa bir din qəbul etməməkdədir. Çünki Uca Allah Azə və Cəllə bütün nəbi və rəsullarını bununla göndərmiş və hamısının dəvəti İslam üzərində ittifaq etmişdir. Uca Allah bu gerçəyi rəsullarla göndərdiyi kitabında insanlara açıqca bildirmişdir. İkinci, Muhammed bin Abdülvahhab rahimallah belə deyir: Bir sıra şəxslər yalnız Allah subhanahu wa ta'ala ibadət etdikləri halda müşrikləri təkfir etmir və onlara düşmənçilik etmirlər. Bu bilinən bir gerçəkdir ki, müşrikləri təkfir etməyən bir kimsə tövhidi bilmir və yaşamır deməkdir. Çünki ancaq müşrikləri, tağutu təkfir etməklə reallaşar. Üçüncü, Muhammed bin Abdülvahhab rahimallah belə deyir: Kimsə də müşriklərə düşmənçilik göstərir, lakin onları təkfir etmir. İşte bu da, yəni La ilahe illallah sözünün mənasını qavraya bilmədiklərindəndir. Halbuki bu söz şirki inkar etməyi tələb etdiyi kimi, eyni zamanda da bunu işləyən kəsləri təkfir etməyə tələb edir. Bu mövzuda alimlər icma etmişlər. Ayrıca İxlas və Kafirin surəsində bu gerçək də dilə gətirilmişdir. Dördüncü, Muhammed bin Abdülvahhab rahimallah Mümtəhənə surəsi 4-cü ayəsində keçən sizi təkfir etdiyi sözü ilə əlaqədar olaraq belə deyir: Kim Quranı kafir qəbul etdiyini kafir olaraq qəbul etməsə, rəsulların gətirdiklərini müxalif etmiş olur. Beşinci, Muhammed bin Abdülvahhab rahimallah yenə belə deyir: Kimlər də vardır ki, nə tövhidi sevər, nə də nifrət edilməsi lazım olanlara nifrət edər. Tövhidi sevməyən kimsə muvahid ola bilməz. Çünki tövhid Uca Allahın qulları üçün razı olduğu dindir. Allah Azə və Cəllə belə buyurur: Və sizin üçün din olaraq İslamı bəyəndim. Maide surəsi 3-cü ayə. Əgər adam Allah Cəllə Cəlaluhu razı olduğu şeyə razılıq göstərsəydi və bunun gərəkləri ilə əməl etsəydi, qətiliklə tövhidi sevərdi. Çünki sevgi olmadan İslamda söz edilə bilməz. İslam ancaq tövhidi sevməklə mümkün olur. Şeyx İslam İbn Teymiyyə rahimallah belə deyir: İxlas Allah sevgisindən keçər və onun razılığını istəməyə bağlıdır. Kim Allahı sevsə, Allahın dinini də sevər. Əgər Allahı sevmirsə, dini də sevmir deməkdir.
veya dini sevmirsə də Allahı sevmir deməkdir. 6-cı. Muhammed bin Abdülvahhab rahimehullah belə deyir ki, kimlər də vardır ki, şirki sevmir, lakin şirkə də nifrət etmir. Əgər bir kimsənin vəziyyəti belə isə, bu onun hələ şirki tərk etmədiyini göstərir. Allahdan başqasının qulluğu rədd etməsi lazım olarkən bunu etməmişdir. İşte bu kimsə İslamdan bir şeyi daşımadığından İslam ona mal və canı qorumaz. Necə ki, əvvəlki hədis də buna dəlil təşkil etmişdir. Muhammed bin Abdülvahhab rahimehullah belə deyir: kimlər də şirki bilmədikləri üçün müşriklərə təkfir etmirlər. Belə bir kimsə də muvahhid ola bilməz. Muvahhid olan bir kimsə üçün şirki tərk etməsi, ondan uzaq dayanması lazım olduğu kimi, şirk hərəkətini işləyənlərdən də uzaq dayanması və bunları təkfir etməsi lazımdır. Kim bu sözün ehtiva etdiyi mənaya görə hərəkət etməzsə, iman etmiş sayılmaz. Bu vəziyyətdə İslam üzrə deyil, İslamdan bir şey bilmir deməkdir. Çünki kim bu sözün əhatə etdiyi mənanı elmə və yəqinə dayanaraq təsdiqləmək surəti ilə ixlas və sevgidən ön planda tutaraq qəbul etməzsə, buna boyun əyməzsə, o bu sözün gərəklərini yerinə gətirməmişdir deməkdir. İşte bu kəslər haqq din üzrə olmadıqlarından muvahhid ola bilməzlər. Bunlar La ilahe illallah demiş olsalar da bu sözün nələrə dəlalət etdiyini, nələri əhatə etdiyini bilmirlər. 8-ci. Muhammed bin Abdülvahhab rahimehullah deyir ki, kimlər də tövhidi bilmədiklərindən ötəri inkar edilməsi lazım olan şeyləri də inkar etmirlər. Bu da eyni ilə bir əvvəlki bəndə keçən ifadəyə bənzəyir. İnsanların nə üçün yaradıldıqları ya da dinləri mövzusunda nə etmələri lazım olduğunu barəsində bir məlumatları olmadığını göstərməkdədir. Halbuki bütün rəsullar cəmiyyətlərinə bunları izah etmək üçün göndərilmişdir və bu şəkildə olan kəslərin vəziyyəti uca Allahın haqlarında onlar 4 aylıq heyvanlar kimidirlər. Bəlkə daha haqq yolca daha çox sapqındırlar. 9-cu. Muhammed bin Abdülvahhab rahimehullah deyir ki, kimlərdə ki, bunların ən təhlükələrindəndir. Tövhidlə əməl edər, tövhidin qiymətini bilməz, tövhidi tərk edənləri də nifrət etməz və onları da təkfir etməz. Muhammed bin Abdülvahhab rahimehullahın bunların ən təhlükələrindəndir ifadəsini işlətməsinin səbəbi budur. Çünki bunlar əməl etdikləri şeyin qiymətini bilmir. Tövhidin ağır şərtlərini də lazımınca yerinə gətirmirlər. Halbuki tövhidi təsdiqləyəcək və səhih hala gətirəcək olan bu şərtlərdir və bunlar qətiliklə lazımdır. Daha əvvəl də açıqladığı kimi tövhid dəlillərlə söylənərək, müşriklərin kafir olduqlarını bilərək, onları düşmənlik göstərməyi, şirkdən uzaq dayanmağı, şirki inkar etməyi tələb edir. İşte bu kəslər ancaq öz-özlərini aldadırlar. Çünki bunlar ixlas sözü də dediyimiz La ilahe illallah sözünün ehtiva etdiyi məsələlərin heç birini yerinə gətirmirlər. 10-cu. Muhammed bin Abdülvahhab rahimehullah belə deyir ki, kimlər də özüncə şirki tərk edir, doğru görmür, lakin şirki də bilmir. İşte belələri əvvəlkilərə olduqca yaxındırlar. Ancaq şirkin nə demək olduqlarını hələ də təqdir edə bilmirlər. Əgər şirkin nə demək olduqlarını təqdir edə bilsəydilər, o zaman möhkəm ayələrin dəlalət etdiyi şeylərin yerinə gətirərdilər. Eyni ilə İbrahim aleyhissalamın bu ifadələrindəki kimi, həqiqətən də məni yaradan xaric sizin ibadət etdiklərinizdən uzağam. Biz sizdən sizin Allahdan başqa ibadət etdiklərindən uzağıq. Sizi təkfir etdik. Yalnız
Allah'a iman edincəyə qədər sizinlə bizim aramızda davamlı düşmənçilik və nifrət olacaqdır. Zuhruf surəsi ilə Mümtəhənə surəsi. Şirki bilən və tərk edən bir kimsənin mütləq müşrik olan abiddən və tağutdan uzaq dayanması, insanlarla dost olub şirk və müşriklərə nifrət etməsi, onlara qarşı kin, hiss bəsləməsi, onları düşman olaraq qəbul etməsi lazımdır. İşte bu iki növ insan İslam iddiasında olan bir çox kimsənin içində alan insan növləridir. Bunlar özləri kimi kamil mənada müvahid edəcək olan tövhidin gərəklərini sırf cahilliklərindən ötəri yerinə gətirməməkdə, İxlas sözünün nələri tələb, nələri qadağan etdiyini bilməməkdədirlər. Doğrusu din, gerçək və mənası ilə bilməyən aldanmışların sayı nə qədər də çoxdur. Açıqca aydın olduğu kimi, Uca Allah bunların hamısını kafir olaraq qəbul etməkdə, möhkəm ayələrdə onları bizə tanıdır. Allah Subhanahu wa Ta'ala belə buyurur: müşriklərin özlərinin kafirliyinə şəxsən özləri şahidlik edib dayanarkən, Allahın məscidlərini təmir etmək səlahiyyətləri yoxdur. Bu hal sünnədə də eyni ilə bu şəkildədir. Allah Azze və Cəllə bizləri tövhid üzərində canımızı alsın. Əmin. Esselamu aleykum və rəhmətullah.